Nəsimi rayon polis idarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri davam etdirilir. Daxil olan məlumat əsasında keçirilən son əməliyyat nəticəsində 25 yaşlı Elgün Muradov saxlanılıb. Onun üzərindən 4 kiloqramdan artıq heroin, həşiş və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Səhid, konum məndən 5 dəqiqə uzaqlıqdadır. Səhid, o şəkildəki binanın həyətindədir. Götürən kimi yazacağım məndədir, Füsun. Səhid, məndədir, götürmüşəm. O malın içində 3 kilo həşiş var, kilo yarım da şişə ilə kakosdur. Onları çatı və yer-bir ilə mənə xəbər verəcək. Elgün Muradov ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotikləri maddi gəlir qarşılığında gizli yerlərdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib. Tanıdığım İranlı Seyiddən bugün WhatsAppda mesaj aldım ki, şəhərdən narkotiki götürüb özümdə saxlamağı və o deyəndə başqa bir yerə ünvan eləməyimi demişdi. Faktla bağlı araşdırmalar aparılır. Ümumilikdə isə Nəsimi rayonunda cari ilin əvvəlindən polisin keçirdiyi tədbirlər zamanı narkotiklərlə əlaqəli 110 fakt aşkarlanıb və nəticədə 24 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.